Mən Fuad Ömər, neft şirkətində hal-hazırda commissioning menecer olaraq çalışıram. Karyeramı proses mühəndisi kimi başlamışam, sonra mega layihələrdə commissioning proses mühəndisi olaraq davam eləmişəm. Hal-hazırda da vurğuladığım kimi artıq karyeramı commissioning üzərində qurmuşam. Bugünkü təqdimatımız commissioning barəsindədir, commissioningin əhəmiyyəti, onun proyektlərdə, layihələrdə rolu və nəyə görə bu önəmlidir və mühəndislərdən bu sahədə nələr, hansı bacarıqlar və biliklər tələb olunur, bunları müzakirə edəcəm. Nəyə görə commissioning? Çünki bu commissioning mərhələsi layihələrdə önəmli mərhələlərdən biridir və kritik mərhələlərdən biridir. Ölkəmizdə uzun illərdir böyük layihələr həyata keçirilir. Bu layihələrdə əsasən commissioning ixtisasında əcnəbi mütəxəssislərə müraciət olunub. Lakin son illərdə yerli mühəndislərin də burada rolu böyük olur və onlar təcrübəli və bacarıqlı mütəxəssislər yetişir bu sahədə. Ona görə də əslində bugünkü təqdimatda commissioningə toxunmaq istəyirəm, bu barədə danışıb məlumatlandırmaq istəyirəm, bunun əhəmiyyətini vurğulamaq istəyirəm. Bir də istəyirəm cavan mühəndislərin bu sahəyə də marağı artsın və növbəti layihələrdə daha çox yerli mütəxəssislərimizi görək. Commissioning nədir ümumiyyətlə? Commissioning Azərbaycanca tərcüməsi istismara vermə kimi səslənir. Lakin bugün belə deyək, praktikada, yerli və xarici praktikada commissioning sözü daha çox istifadə olunduğu üçün mən də commissioning sözündən istifadə edəcəm təqdimat zamanı. Commissioning ümumiyyətlə nədir? Layihə istifadəyə verilməmişdən sistemlərin bütün komponentlərinin düzgün işlədiyini təmin eləmək məqsədi ilə həyata keçirilən bir prosesdir. Yəni bu təkcə texniki olaraq deyil, həm də sistemlərin təhlükəsizliyini və səmərəliliyini təsdiqləmək üçün bir mərhələdir. Commissioning ümumiyyətlə bu mərhələni tamamlamaq üçün gəlin birinci ümumiyyətlə layihələrin fazalarını başa düşək və commissioningin oradakı öz rolunu başa düşək. İlk mərhələ konseptin seçilməsi mərhələsidir. Burada konseptin konturları müəyyən olunur, ilkin tələblər müəyyənləşdirilir, ümumiyyətlə həmin layihənin texniki, fiziki və iqtisadi olaraq şirkətin strategiyasına uyğun olub olmadığı dəqiqləşdirilir. Əgər bu mərhələ uğurla bitərsə və qərara gəlilərsə ki, proyektin növbəti mərhələsinə keçirilsin, artıq biz keçirik ikinci mərhələ, define stage deyirlər. Define stage-də artıq bunu dizayn mərhələsi də deyə bilərik, mühəndislik qrupları artıq konseptdən, seçilmiş konseptin üzərində işləyib, cizgiləri düzəldirlər, mühəndislik hesabatları edirlər. Bu mərhələnin sonunda əsasən artıq belə deyək, platformanın və yaxud da zavodun və yaxud da layihə nədirsə, həmin layihənin daha dəqiq artıq müəyyənləşdirilir bütün komponentləri, avadanlıqların spesifikasiyası, tələb olunan parametrlər, bunlar dəqiqləşdirilir. Bu mərhələnin sonunda artıq əsasən qərara verilir ki, iqtisadi cəhətdən və texniki cəhətdən bu layihəni həqiqətən də həyata keçirməyə lazımdır. Yəni şirkət bu qərara gələndən sonra növbəti mərhələ execute stage, execute mərhələsi deyirik. Bu mərhələ bir neçə hissədən ibarətdir. Burada ümumiyyətlə mühəndislər başlayırlar artıq daha da detallı hesabatlar eləməyə, avadanlıqları artıq sifariş eləməyə başlayırlar. Sonradan sahədə artıq tikinti işləri başlayır. Tikinti işləri, inşaat və montaj bitdikdən sonra isə gələn mərhələ dediyimiz commissioning mərhələsi istismara vermə mərhələsidir. Bu mərhələdə də artıq yoxlama və test işləri baş verir. Yəni qəbul olunmuş, təhvil olunmuş inşaat komandası tərəfindən olan sistemləri commissioning komandası test eləyir, düzgün işlədiyini yoxlayır və istismara vermə işləri tamamlandıqdan sonra biz bunu əməliyyat komandasına təhvil veririk ki, artıq sistemlər işlədilə bilər, işlək vəziyyətə gətirilib istehsalata başlanıla bilər. Bu mərhələnin də sonunda artıq commissioning komandası təbii ki, həmin dövrdə də istehsalat komandasını, əməliyyat komandasını kömək eləyir və əməliyyat, istehsalat belə deyək, başladıqdan sonra istədiyimiz nəticələri əldə elədikdən sonra burada artıq proyektin
tamamlama mərhələsi gəlir, yəni proyekt tamamlanır, proyekt komandası, layihə komandası ümumiyyətlə artıq əməliyyatdan sonra ayrılır və həmin komanda növbəti layihələrə fokus olurlar. Bu istismara vermə, commissioning dediyimiz mərhələ gördüyünüz kimi tikinti, inşaat işi bitdikdən sonra və əməliyyat başlamamışdan əvvəl olur. Ümumiyyətlə, istismara vermə niyə önəmlidir? Gəlin biraz da bundan danışaq. Niyə bu qədər kritik rol oynayır? Əslində, ümumiyyətlə baxanda commissioning mərhələsi hardasa büdcə olaraq 5% ola bilər, ümumi layihənin 5%-dən daha aşağı olsun. Lakin əhəmiyyəti baxımından bu birinci təhlükəsizlik üçün çox önəmlidir. İlkin başda, çünki sistemləri fikirləşin tikintidən sonra, İnşaat işləri bitdikdən sonra bir dəfəlik birbaşa siz əməliyyata qoysanız və təhlükəsizlik sistemlərinin heç birini test eləməmiş olsanız, bunlar belə deyək, katastrofik insidentlərə və yaxud da ətraf mühiti, insanların həyatına təhlükə ola bilər, ətraf mühitə təhlükələr yarana bilər. Bu tip təhlükəli proses, belə deyək, nəticələr gətirib çıxarda bilər. Ona görə birinci təhlükəsizlik cəhətdən önəmlidir. İkinci, defektlərin tapılıb və aradan qaldırılması üçün çox önəmlidir. Buna misal üçün nəzərdə tutun ki, böyük layihələrdə, mega layihələrdə yüzlərlə mühəndislər işləyir və həmin layihələri dizayn edirlər və burada hər zaman təbii ki, buraxılmış nöqsanlar olur. Yəni bu nöqsanlar mühəndislikdən də yarana bilər, avadanlıqların özündə olan defektlər ola bilər və yaxud da tikinti zamanı buraxılmış səhvlər ola bilər. Bunlar qaçınılmazdır. Ona görə bizim əsas rollarımızdan biri commissioningdə defektləri tapmaq və onları bir yerdə işləyib digər qruplarla aradan qaldırmaqdır. Bu ikinci önəmli məsələ, fikirləşin, siz defektlərlə, müxtəlif bu problemlərlə siz tikintidən birbaşa əməliyyata keçsəniz, təbii ki, bu sonralar sizə əməliyyat zamanı böyük problemlər yaradacaq. Əsas məsələ də həmin problemləri aradan qaldırmaq çox böyük maliyyələr tələb eləyir. Ona görə bu iqtisadi cəhətdən də önəmlidir bu mərhələ və bir də önəmli ondan ibarətdir ki, optimization deyirik, yəni səmərlilik mənasında. Yəni mühəndislər bunu layihələndirsə də onun əsas son testi sahədə olur və sahədə biz onu istədiyimiz məhsulu, istədiyimiz belə deyək, məhsullu və parametrləri əldə etmək üçün optimallaşdırma, optimization işləri görürük. Bu üç səbəbə görə deyərdim ki, əsasən commissioning layihələrdə kritik rol oynayır. Yəni indi fokus olaq commissioningin öz mərhələlərinə. Commissioning əsasən 5 mərhələyə bölə bilərik. İlk olaraq hazırlıq mərhələsi. Bu hazırlıq mərhələsində kiçik bir commissioning mühəndislik qrupu, menecerlər və supervisorlarla bir yerdə. Onlar ofisdə, əsasən mühəndislik ofisində mühəndislərlə birlikdə işləyərək commissioningin testləri necə olacaq, sistemlər hansı ardıcılıqlarla test olunacaq, hansı növ testlər eləyəcəyik, onların prosedurları yazılır, strategik dokumentlər yazılır, orqanizasiya necə olacaq, onu müəyyənləşdiririk. Bundan başqa testlər üçün lazım olan avadanlıqları sifariş edirik, alətləri sifariş edirik. Növbəti mərhələ isə artıq commissioningdə tikinti və inşaatın sonuna doğru, inşaat montaj işlərinin artıq sonuna doğru başlayır. Bu mərhələdə artıq biz sahəyə gedirik, əgər öncədən sahədə deyiliksə və sahədə artıq commissioning komandası da böyüyür burada, çünki işlər getdikcə artır. Bu mərhələdə bizim inşaat, belə deyək, komandasından təhvil mərhələsidir bu mərhələ. Düşünün ki, bir zavoddur, platformadır, orada çoxlu müxtəlif sistemlər olur. Yəni nasos sistemləri, kompresor sistemləri, ayırma sistemləri var, yaşayış blokları var. Onlar üçün lazım olan elektrik sistemləri var, hava sistemləri var, köməkçi başqa sistemləri var. Yəni bunlar biz sistemlərə bölünür və biz gözləmirik ki, zavod təmiz tikilib bitsin, ondan sonra artıq onlardan təhvil alıb test eləyək. Biz sistem ardıcıllıq şəkildə, məntiqi ardıcıllıq şəkildə qoyulmuş plan əsasında işləyirik. Sistemləri aldıqca biz tikinti, belə deyək, İnşaat komandasından artıq bizim burada əsas işimiz başlayır. Həmin mərhələdə bir sertifikat imzalanır, mechanical completion deyirik buna. Artıq mechanical completion olduqdan sonra sistem bizim commissioningin statik
commissioning deyirik, səsləndiririk və static commissioning başlayır. Static commissioningdə biz belə deyək, disiplinlər olaraq artıq işlərimizi görməyə başlayırıq. Bura daxildir, məsəl üçün, düşünün bir dənə sistem var, bir çəndir, bir çəndən nasos götürür mayeni, o biri çənə göndərir. Sadə bir sistem. Amma bunun müxtəlif komponentlər çoxdur orada. Yəni, məsələn, çən, nasos, o biri çəndən başqa burada borular var. Burada elektrik birləşmələri var, boru birləşmələri var, ölçmə cihazları var, çox idarə etmə sistemləri var. Bunları ilkin şəkildə static commissioningdə individual şəkildə test edirik. Bura məsəl üçün daxildə elektrik xətlərinin, məsələn, kabellərinin davamlılıq testləri, izolyasiyanın davamlılıq testləri, borular üçün, məsəl üçün, təzyiq sızma testlərini deyə bilərik. Bundan başqa borularda, məsəl üçün, təmizlik işləri baş verə bilər. İnstrumentlərin kalibrasiyası, məsəl üçün, bura daxildir. Klapanların testi, motorların testi, bundan başqa idarə etmə sisteminin testi, məsəl üçün, idarə etmənin doğrudan da düzgün konfiqurasiyanın qurulduğunu və çöldəki avadanlıqlarla düzgün əlaqədə olduğunu təsdiq etmək üçün bu mərhələdə bundan istifadə edirik. Və ondan sonra da bu mərhələ də bitdikdə, həmçinin bu mərhələdə təhlükəsizlik sistemlərindən əmin olaq ki, təhlükəsizlik sistemləri işlək vəziyyətdədir, dinamik commissioningə keçməmişdən. Biz sonra komanda şəklində qərar gəldikdən sonra dinamik commissioningə keçirik. Məsəl üçün, bu nə deməkdir? Artıq biz çəni maye ilə doldururuq, nasosla o biri çənə veririk. Bu mərhələdə əsas məqsədlərimizdən biri artıq doğrudan enerji veririk sistemə və sistemi dinamik şəkildə işə salırıq. Nasos artıq işləyir, istehsal edir deyə bilərik və burada biz çoxlu parametrləri baxıb nəzarət edirik və onların da istədiyimiz belə deyək, çərçivədə olduğunu əmin olmaq üçün bu testləri edirik və istədiyimiz performansı verdiyi, məsəl üçün, verir, vermir, kontrol klapanları düzgün şəkildə işləyir, işləmir və başqa belə deyək, idarə etmə sistemləri düzgün şəkildə istədiyimiz nəticələri, istədiyimiz belə deyək, həssaslıqdadırmı, yoxsa yox. Yəni bunların hamısı artıq bu mərhələdə baş verir. Sistemdə vibrasiya var, yoxdur, sızma var, yoxdur. Bu mərhələdə artıq bu dinamik vəziyyətdə biz bütün testlərimizi aparırıq. Bu testləri artıq aparandan sonra bizim əsas işimiz bitmiş olur. Və beləcə fikirləşin, biz böyük zavodun bütün sistemlərini bir statik dinamik commissioning edirik. Bunların hamısı artıq bitdikdən sonra və biz növbəli şəkildə əməliyyat komandasına təhvil verdikdən sonra artıq bizim normal istehsalatımız başlayır. Və təbii ki, istehsalat başlayanda da bəzi test belə deyək, bəzi parametrlər var ki, siz onu ancaq əsas məhsulla, idxal olunan maye ilə deyək və yaxud da unla test eləyə bilirsən. Və həmin vəziyyəti də artıq biz həmin vəziyyətdə də commissioning komandası, əməliyyat komandası ilə bir yerdə işləyir və əgər ortaya nəsə bir problemlər çıxsa, onu həll edir. Və bu mərhələnin də belə deyək, ilkin mərhələlərdə artıq biz dəstəyimizi eləyib işlərimizi tamamladıqdan sonra istehsalat vaxtı. Bununla da bizim işimiz bitir həmin layihədə. Commissioningdə risklər var. Commissioning biz elədiyimiz zamanı müxtəlif riskləri də idarə etməliyik. Sistemlər ilk dəfə enerji verildiyinə görə burada şəxsi təhlükəsizlik çox önəmlidir. Bütün işlər işə icazə vermə sənədləri əsasında icazə verilir. Control of work deyirik. Bunun əsasında bütün işlər görülür. Yəni bu tikintidən risklər fərqlidir burada. Burada sistemlərə enerji verilir, sonra sistemlərə burada təzyiq də verilir, dinamik aktivitetlər olur, hansı ki burada yüksək təzyiqli testlər baş verir. Ona görə burada bizim proses təhlükələrimiz də var. Bundan başqa bizdə ətraf mühit üçün də təhlükələri var. Təbii ki, biz çoxlu müxtəlif mayelərdən, kimyavi maddələrdən istifadə edirik, hansı ki, ətraf mühitdə dağılsa, onlar zərər yetirə bilər. Bunun da bu risklərini, bu təhlükələrin də idarə olunması çox vacibdir. Həmçinin burada maliyyə risklərimiz də hər zaman olur, çünki
bizə qədər olan işlərin keyfiyyətindən çox şey asılı olur. Məsəl üçün biz ilkin mərhələdə planlaşdırmışıq ki, bu iş tutalım ki 1 milyona başa gələcək. Lakin əgər mühəndislikdə və tikintidə baş verəcək defektlər çox olsa, artıq biz o büdcə daxilində o məsələləri həll eləməyə bilərik. Yəni buna uyğun biz riskləri nəzərə alırıq, ona uyğun planlar qurulur. Bundan başqa dediyim kimi əməliyyat risklərimiz var. Sizə ola bilər ki, avadanlıq gəlsin. Avadanlığın özü öz kvadratçı zavodunda test olunsa belə, bütün kompleks şəkildə bir arada test olunanda ola bilər biz istədiyimiz performansı verməsin. Yəni bunlar bu tip risklərimiz hər zaman var və bizim də rolumuz bu riskləri idarə etməkdir. İndi gəlin commissioning orqanizasiyası barəsində danışaq. Yəni commissioningdə struktur necə olur? Fikirləşin, böyük bir layihədir. Layihənin project general manager olur. Həmin menecerin belə deyək, report edən müxtəlif menecerlər var. Bunlar mühəndislik üzrə menecerdir, tikinti, inşaat üzrə menecerdir, əməliyyat üzrə menecerdir və bunlardan da biri də commissioning menecerdir, istismara vermə üzrə menecer. Həm bizim komandada sonra menecerdə report eləyir commissioning supervisorlar və yaxud da bunlara komanda rəhbərləri də deyə bilərik. Həmin commission komanda rəhbərlərinin də layihənin böyüklüyündən asılıdır. Böyük layihələrdə bir neçə yerdə baş versə çoxlu komanda rəhbərləri, supervisorlar ola bilər. Həmin komandalarda artıq aparıcı mühəndislər olur və bu aparıcı mühəndislər müxtəlif disiplinlər üzrə aparıcı mühəndislər olur. Hansı ki report eləyir dediyimiz komanda rəhbərlərinə. Artıq o mühəndislər dediyimiz burada mexanika üzrə, elektrik sahəsi üzrə aparıcı mühəndislər, nəzarət və ölçü sahəsi üzrə, telekommunikasiya üzrə bu mühəndislər artıq onların aparıcı mühəndisləri olur, onların öz komandası olur, hərəsinin öz mühəndisləri olur və bundan başqa texniki işçilər olur, həmin spesifik ixtisaslaşmış sahə üzrə ki, sahədə olan işləri görsün. Yəni bu qrup hardasa 150-200 arası adama ola bilər, baxır yəni layihənin böyüklüyünə. Az da ola bilər, çox da ola bilər, layihələrdən asılıdır. Yəni çox qarışıq bir komanda olur bizdə. Bizdə həmçinin sertifikatlaşdırma komandası da olur, ondan başqa işə icazə vermə komandası da olur. Ona görə burada commissioning mühəndislərinin əslində bir neçə bacarıqlar tələb olunur ki, əslində uğurlu commissioning mühəndisi olsun. Birinci ümumiyyətlə öz ixtisasını üzrə mühəndislik biliklərini yiyələnməlidir. Tikintidən, inşaat işlərindən anlayış olmalıdır. Həmin öz ixtisası üzrə əməliyyatı yaxşı anlamalıdır ki, və bundan başqa commissioning prosesinin özünü yaxşı anlamalıdır ki, bu prosesdə nə testlər olunur, necə olunur. Bunları yaxşı anlamalıdır ki, uğurlu commissioning mühəndisi olsun və uğurlu layihələr ortaya çıxarda bilsin. Bu texniki dediyimiz tərəflərdir. Bundan başqa dediyim kimi bir neçə bacarıqlar da lazımdır uğurlu commissioning belə deyək işini görmək üçün. Komanda idarə etmə bacarığı, çünki müxtəlif komanda üzvlərindən işləyirsiniz. Həm texniki işçilər sahədə olur, həm də mühəndislər olur və siz burada həm mühəndislik qrupundan işləyirsiniz, inşaat qruplarından işləyirsiniz, planlama ilə işləyirsiniz, satın alma ilə işləyirsiniz. Yəni müxtəlif disiplinlərlə də həmçinin əlaqələrimiz olur. Ona görə komanda idarə etmə və həmçinin də kommunikasiya bacarıqları burada çox önəmlidir. Bundan başqa biz artıq təhlükələrdən və risklərdən danışdıq. Təhlükələrin, risklərin idarə olunması bacarıqları burada çox önəmlidir. Planın hazırlanması, çünki biz öncədən planı necə hazırlayırıq, planerlarla işləyirik və orada hansı ardıcıllıqla, hansı mərhələ ilə, nə qədər vaxt, nə qədər saat çəkəcək o işlərin hamısını detallı planlamaq və sonra həmin plana uyğun işləri idarə etmək üçün planlama bacarıqları lazımdır. Hesabatların hazırlanması, çünki biz hər gün artıq belə deyək hesabatlar veririk bu gördüyümüz işlər barəsində, çünki gün ərzində yüzlərlə işlər baş verə bilər və davamlı olaraq biz hesabatlar hazırlayırıq. Bu təcrübələrə yiyələnmək üçün də təbii ki, bu işin müxtəlif fazalarında işləmək çox önəmlidir. Yəni mühəndislik fazasında, mərhələsində, tikinti mərhələsində, commissioning mərhələsində və əməliyyat mərhələsində bunları görsəniz artıq kompleks belə deyək bacarıqları yiyələnəcəksiniz. Commissioning mühəndisləri üçün ümumiyyətlə
gəlin biraz da iş imkanlarından danışaq. Commissioningdə layihələrə belə əsaslanır, belə deyək. Layihələr olduqca commissioning mühəndislərinə də, böyük layihələr olduqca commissioning mühəndislərinə də ehtiyac çox olur. Təbii ki, daxildə həm də xaricdə. Özünüz bilirsiniz ki, layihələr hər bir dövlət üçün önəmlidir. Bu ekonomik inkişafa təsir eləyir və ona görə belə deyək, dünya var olduqca layihələr də olacaq. Sadəcə olaraq bunun biraz az dövrü, çox dövrü ola bilər. Ona görə hər zaman bu mühəndislərə daxili və xaricdə hər zaman ehtiyac olur və bunlar əsasən dəyişir. Yəni məsəl üçün ilkin fazadan qoşulasanız layihələrə, böyük layihədirsə 5 il ola bilər işiniz ola. Amma normalda belə deyək, bu iş sırf istismar vermə işin özü əsasən işlər 1 il, 2 il arası olur. Çox xırda olan işlər də ola bilər. Təbii ki, layihənin böyüklüyündən asılı olaraq. Bunlar əsasən kontrakt base olur. Çünki dediyimiz kimi layihə başlayır, bitir, növbəti layihə biraz sonra ola bilər. Ona görə əsasən işçi komandası, commissioningin işçi komandası kontrakt əsasında işləyirlər. Commissioning layihələrin uğurla həyata keçməsi üçün vacib bir hissəsidir. Layihələrin düzgün və effektiv həyata keçirilməsi üçün kritik bir mərhələdir. Bu mərhələ təkcə texniki deyil, həm də iqtisadi və təhlükəsizlik cəhətdən çox vacib bir addımdır.